Mami, Ha. bugün ne pişiririk? Bugün 4 tane sade şeyden ibaret bir tane yemeği pişiririk. Bu yemeği avar dilində deyirlər həlmət. Buna birinci şor əlavə edib yaxşıca belə qaşıqla əzirik. Tam belə yaxşı. Sonra üzərinə bir azca süd əlavə edirik. Ehtiyatla. Süd əlavə edəndən sonra yenə bir balaca əzirik xırda. Və üzərinə duz. Bax, duz tökdük üstünə qəşəngcə. Sonra nə arıq? Təzə bişən təndir çörəyindən, səsə bax. Təzə bişən təndir çörəyi olanda bu yemək olur çox ləzzətli. Rahat yemək də hazırlama. Sən də hazırlaya bilərsən. Bunu hazırlaya bilməyənlərə ayıb olsun, değil mi əmi? İndi gəl bunun dadına baxaq. Çox rahat hazırlanan bir şeydir. Bunu hazırlayıb bir dəfə dadına baxsaz, inan ki peşman olmayasın. Çox sadə və ləzzətli bir dənə resept.